Vətəndaş savaşını qazanan, birliyi qoruyan və köleliyi aradan qaldıran 16-cı Amerika prezidenti Abraham Lincoln 12 fevral 1809-cu ildə Kentucky'dən anadan olmuşdu. Amerika prezidentləri arasında ən çox heyranlıq duyulan Lincoln, həm də bütün prezidentlər arasında ən uca boylu olandı. Boyu təxminən 193 cm bərabər olub. 9 yaşındaykən anasını itirən Lincoln ekonomik səbəblərdən dolayı cəmi 18 ay təhsil almışdı. 33 yaşında evlənən Lincoln 4 oğlu olmuş, amma bunların 3'ü heç 19 yaşına çata bilməmişdi. Yalnız böyük oğlu uzun bir ömür yaşamış, digərləri 4, 11 və 18 yaşlarında vəfat etmişdi. Əsas peşəsi vəkil olan Lincoln 1861-1865-ci illər arasında prezidentlik etmişdi. Onu 1865-ci il aprelin 14'ü Ford Teatrında John Wilkes Booth güllələyərək qətlə yetirdi. Lincoln köleliyi aradan qaldıran bir rəhbər kimi tarixə düşdü. Onun şəkili $5 və 1 sentin üzərində yer